Salam əziz ikincilər, sizləri kanalımda xoş gördük. Biz bugün 2-ci sinif riyaziyyat 2-ci hissə dərsindən səhifə 65-də olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Gəlin başlayaq. Ümumiləşdirici tapşırıqlar. Məsələ 1. Üst-üstə neçə hədiyyə qutusu qoyulsa, onların hündürlüyü dolabın hündürlüyünə bərabər olar. Gördüyümüz kimi dolabın hündürlüyü 9 desimetrdir. Qutunun hündürlüyü isə 30 santimetrdir. Öncə birinci 9 desimetri santimetrə çevirməliyik. 9 desimetrimiz bildiyimiz kimi 90 santimetrdir. Deməli, onu 90-a çatdırmaq üçün 3 dənə qutunu 30 santimetrlik olan qutunu üst-üstə qoysaq 90 santimetrə bərabər olar. Yəni 30 üstə gəl, 30 üstə gəl, 30 edir 90 santimetr. Deməli, cavab 3 hədiyyə qutusu üst-üstə qoysaq dolabın hündürlüyünə bərabər olmuş olar. Un şəkər tozundan 2 dəfə yüngüldür. Sağdakı tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kiloqramlıq daş qoymaq lazımdır? Deməli, bizə burada daşların çəkisi verilib 3 kiloqram, 1 kiloqram. Ona görə 3-ün üstünə 1 gəlirik, edir 4 kiloqram. Daha sonra isə 4-dən 2-ni çıxarıq, edər 2 kiloqram. Birinci 3 kiloqram üstünə 1 kiloqram gəlirik, edir 4 kiloqram. 4-ü 2-yə bölərik, edər 2 kiloqramın. 4-dən də 2-ni çıxarıq, 2 kiloqram daş. Cavab 2 kiloqram daş. Məsələ 3. Dünyada ən böyük qarışqa 3 qram yük daşıya bilir. Şəkildəki yarpağı 5 belə qarışqa daşıya bilərmi? Şəkildəki yarpağı görürük ki 18 qramdır. Ona görə 5-i 3-ə vurarıq, edər 15 qram. 15 qramla, çünki 3-ü niyə 5-ə vururuq? Bizə deyir 3 qram yük daşıya bilir bu qarışqalar və 5 belə qarışqa daşıya bilərmi? 3-ü 5-ə vururuq 15. 15 qramla 18 qramı müqayisə etdikdə 18 qram böyükdür. Cavab 5 qarışqa bu yükü daşıya bilməz. Məsələ 4. Çəndə 58 litr su var idi. Tutumu 5 litr olan vedrəni 7 dəfə su ilə doldurub çənə əlavə etdilər. Çəndə neçə litr su oldu? Deməli, çəndə var idi 58 litr su, vedrənin tutumu 5 litr su, çənə əlavə etdilər 7 vedrə su. Oldu sual işarəsi, həlli. 5-i 7-yə vurarıq 35 litr, 58 ilə 35-i toplayarıq, edər 93 litr. Cavab 93 litr su oldu. Məsələ 5. İyul ayının təqviminə əsasən suallara cavab verin. Bu ayda neçə çərşənbə axşamı var? Deməli, bu ayda şəkildə gördüyümüz kimi 5 çərşənbə axşamı var. İkinci sual. Ayın 29-u həftənin hansı gününə düşür? Deməli, ayın 29-u burada gördüyümüz kimi çərşənbə axşamına düşür. Üçüncü sual. Bazar günləri ayın cüt günləri ola bilərmi? Bəli, ola bilər. Çünki 4, 18 cüt günlər ola bilər. Məsələ 6. Hər saat üçün uyğun vaxtları söyləyin. Gəlin birinci şəkil üçün uyğun saatları söyləyək, daha sonra ikinci şəkli söyləyərik. Birinci şəkildə saat 3 tamamdır. Deməli, 1 saat əvvəl olacaq 2 tamam, 1 saat sonra olacaq 4 tamam, 3 saat əvvəl olacaq 12 tamam, 3 saat sonra olacaq 6 tamam. Bu şəkildə. Deməli, yarım saat əvvəl olacaq 2-nin yarısı, yarım saat sonra 4-ün yarısı. 15 dəqiqə əvvəl olacaq 3-ə 15 dəqiqə qalmış. 15 dəqiqə sonra isə olacaq 4-ə 15 dəqiqə işləmiş. Bu birinci şəklimizə aid olan sualların cavabı. Keçək ikinci şəklə. İkinci şəkildə saat 8-in yarısıdır.
Deməli, 8-in yarısı üçün 1 saat əvvəl olacaq 7-nin yarısı. 1 saat sonra olacaq 9-un yarısı. 3 saat əvvəl olacaq 5-in yarısı. 3 saat sonra olacaq 11-in yarısı. Yarım saat əvvəl 7 tamam. Yarım saat sonra 8 tamam. 15 dəqiqə əvvəl 8-ə 15 dəqiqə işləmiş. 15 dəqiqə sonra isə 8-ə 15 dəqiqə qalmış. Bu qədər. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyinizi unutmayın. Növbəti videolarda görüşənədək hələlik.